içində köhnə kənd. Bu səsli, küylü megapolis ilə rahat kənd həyatının ziddiyyəti haqqında hekayə Keşlədən danışır. Bakı şəhərinin Nizami rayonunda yerləşən Keşlə qəsəbəsi vaxtilə o qədər də böyük olmayan bir kənd olub. İndi hündür, çoxmərtəbəli binalar arxasında qalan balaca kənd yolları dəyişən bir çox nəslələr kimi şəhərləşmə ummanında kiçik adaya bənzəyir. Keşlə adının necə yaranması ilə bağlı suallar hələ də mübahisəyə açıqdır. Kiminə görə bura keçmiş xanların, ilxılarının, mal-qarasının qışlaq yeri olub. Keşlə sözü də həmin o qışlaqdan qalıb. Keşlə sözünün mənasına qalanda keşlə sözü üçün çox sözlər deyirlər adı üçün. Kişilər deyirlər, kişilər kəndi. Amma ki, kişi elə hər kənddə olub da o ad düzgün gəlməyir. Amma rəhmətli Müştəba əmi var idi. Müştəba əmi deyir ki, dütkeş sözündən keş. Yəni keçid yerindən, yəni başqa kəndlərə keçid buradan olub. Yəni o məqsədə uyğun və o fikir çox düzgün fikir oxşayır ki, yəni çünki elə demək olar ki, Bakının bütün kəndlərinin çoxuna gediş buradan gəlib ki, biz onlardır Mərdəkandır, Nardarandır, Maşdağadır, Bilgədir, Türkandır və sairə bunların hamısına buradan gəlib keçib gediblər inşallah. Bəzi tədqiqatçılar isə kəndin adını Keşli tayfasının adı ilə bağlayırlar ki, onlar qədim Şumerdən buraya köç ediblər. Mahmud Kaşğari Divan-ı Lüğət-i Türk əsərində Keş toponimini qeyd edir. Özbəkistanda Keş adlanan bir əyalət də var. Keşlə kəndi qədim kəndlərdən biridir. Hər bir kənd özünün tarixi abidələri ilə, onun qəbirstanlığında olan daş kitabələrlə kəndin tarixi tanınılır. O cümlədən də Keşlə kəndi də özünə məxsus gözəllikləri var tarixlə bağlı və o gözəlliklərdən biri də bizim arxa fonda gördüyümüz Keşlə Şah Abbas məscididir. Gördüyümüz məscid 1606-cı ildə 1-ci Şah Abbasın dönəmində, Şah Abbasın vaxtında tikilmişdir. Məscidlər Şah Abbas vaxtı Şeyx Bahattin tərəfindən tikilib, yəni onun vəziri, memarı Şeyx Bahattin olub və bu məscidin deməli, gözəlliklərindən biri ondan ibarətdir ki, bu məscidin qapısı üzü gün batana doğru tikilib, nəinki gün çıxana və qibləyə. Bu da buna deməyə bir əsas verir ki, məscidin şərq tərəfində şir xurşid deyilən, yəni günəş və şir deyilən bir simvol olub. Bu da Səfəvilər dövründə olan bayrağın bir nişanəsi olub. Bayrağın üzərində olan nişanə olub ki, şərq tərəfdən günəş qalxanda, günəş çıxanda oradan görsənirmiş. Bir zamanlar kənd meydanı Keşlənin ən canlı, qaynar mərkəzi sayılıb. Kəndə nabələd bir adam gələndə ona bu meydanı nişan veriblər. Həmin bu meydanı bəzəyən əzəmətli abidə isə Şah Abbas məscididir. Əvvəllər bu məscid kəndin qırağında olub. Əhalinin sayı artdıqca məscid yaşayış binalarının əhatəsində qalıb. Amma tarixi və əzəmətli görkəmi ilə yerləşdiyi mövqeyə də xüsusi ahəng verib. Şah Abbas cənnət məkan deyilənə görə 999 karvansara, məscid və müxtəlif mədrəsələr tikmişdir. Və o cümlədən də Keşlədə olan Şah Abbas məscidi də digər bölgələrimizdə də biz buna rast gəlirik. Gəncə İmamzadədə biz rast gəlirik. İrəvan torpağında Şah Abbasın tikdiyi məscid var. Tovuzda Şah Abbasın tikdiyi məscidlər var. Mədrəsələr, karvansaralar var və o cümlədən də Keşlədə də bu məscid burada bina edilmişdir. 113 kvadrat metrdir içərisi və hündürlüyü 12 metrdir məscidin. Hücrələr var. Hücrələr də ibadət üçün nəzərdə tutulub ki, namaz qılınmaq üçün, namaz qılanlarından ayrı fərqli olaraq Quran oxumaq və müəyyən belə deyək də tənhalığa çəkilmək üçün o vaxtlar nəzərdə tutulub ki, namaz qılanlara maneçilik törədilməsin deyə. Asimetrik planlı Abşeron məscidləri qrupuna daxil olan Şah Abbas məscidi Mərdəkandakı Tuba Şahı məscidi ilə oxşardı. Məscidin ümumi görünüşünü tamamlayan minarənin hündürlüyü
20 metrdir. Məscidimizdə minarəmiz yox idi və biz Cənab Prezidentə müraciət etdik. Məscidin minarəsi ilə bağlı olaraq və məscidin də təmirə ehtiyacı var idi və əsaslı şəkildə təmir olundu. Həm də 20 metrə yaxın hündürlükdə bir minarə bizlər üçün ucaldıldı. Əlbəttə, bu qeyd elədiyimiz kimi bir neçə məscidlər var ki, o məscidlərdə minarələr olmayıb. Onlardan biri Şeşlə məscididir, Əhmədli məscidi idi ki, Kənd Əhmədli məscidi idi ki, bunlardan minarə yox idi və şükürlər olsun Allaha ki, həm Şeşlə məscidində minarə tikildi və həm də Əhmədli Kənd məscidində böyük minarə tikildi. Kənd sakinlərinin dediyinə görə bu kənddə 2 məscid olub. Məscidin biri kəndin ortasında, digəri isə ondan bir qədər aralıda yerləşib. Hər məscidin həyətində quyu olub. Tarixə qovuşmuş abidələrdən biri də Dairəvi Keşlə qalasıdır ki, gördüyümüz bu fotoşəkil abidədən qalan yeganə yadigardır. 16-cı əsrə aid olan həmin qaladan deyilənə görə Şirvanşahlar sarayına gedən yeraltı yol da var imiş. Əfsuslar olsun ki, sizə elə bir çox tarixi abidələr göstərə bilməyəcəyik. Çünki illər artıq o öz hökmranlığını göstərib o abidələrin üzündə. Onlardan hal-hazırda məsələn deyəndə Keşədə nə tarixi abidə var? Məsələn deyirik ki, bir qədimi hamam var. Ən əsası olan bizim 17-ci əsrə aid olan Şah Abbas tərəfindən bina olunan bizim Keşlə məscidi var. Hansı ki, hər bir namaz vaxtı adamla dolu olur. Və bir də balaca günbəzimiz var. Onu da sizə gedib sonra göstərərik. Burada hal-hazırda 41-45 parkı deyirlər bura. Mən də bu kənddə doğulmuşam. Bu kənddə böyüyüb boya başa satmışam. Gəncliyim, cavanlığım, uşaqlığım bu kənddə keçib. Özünə məxsus bir kənddir. Qədimi kənddir. Öz adət ənənələri ilə. 19-cu əsrə aid ovdan. Həmin ovdan Keşlə yolunun üstündə yerləşirmiş. Ümumilikdə isə Keşlədə 3 ovdan olub. Təəssüf ki, biz onlardan indi keçmiş zamanda danışırıq. Keşlə kəndində hazırda mövcud olan daha bir yerli əhəmiyyətli abidə isə 17-ci əsrə aid olan bu hamamdır. Giriş qapısının üzərindəki kitabədə memarın adı yazılıb. 2 günbəzli hamamın hər iki zalında 4 sütun var. Bu sütunlar tağlarla birləşib. Bunun tikilmə dövrü 17-ci əsr göstərilib. Kərbəlayı Paşa Hacı Əli oğlu tərəfindən tikdirilibdir 17-ci əsrdə. Və bunun memarı da Kərbəlayı Zeynalabdin oğlu. Hamısı orada kitabədə qeyd olunur. Hamamda 2 dənə günbəz var, 2 dənə zal var və bu günbəzlər və bacalar elə tikilib ki, gündüz vaxtı işıq olanda heç bir işıqdan biz istifadə eləmirik. Yəni mən bu hamamın bərpasında 20 ildir artıq. Mən bu işə baxıram burada, talih elə gətirib ki, mənə qismət olub bunu işi görmək. Mən də bacardığımı eləyirəm. Təmir zamanı burada mən bunun axar sular yeri, kanalizasiyası var. Oranı çözdüm də. Çünki məcbur idik ki, bütün sistemi biz düzüb qoşaq. 1 metr dərinliyində 50-nin 50-yə belə küt daşlardan arxlar var idi. O arxlarla gedibdi burada kanalizasiya sistemi. Əvvəldən də buranı məsəl üçün o cürünə işlədiblər. Bunun qazanxanası arxada idi və köhnə bir böyük bir sistemlə. Mən onu ləğv elədim və təzədən yeni, o vaxta uyğun 2010, 11, 12, 13-cü ildə biz açmışıq buranı. O vaxtı ona uyğun stildə qurmuşuq. İndi də var qazanxanası, işlək vəziyyətdədir, hər bir şey də qaydasındadır.
Bayaq artıq qeyd elədim ki, qədim kənddir. Bax, sağımızda bu gördüyümüz bu mülk hamısı, nə bilim, anamın, əmilərinin hamısı mülkidir. Qədimi evlər çox qədimi evlərdir. Qədim kənddir, öz adət ənənələri, məsələn, Bakı kəndlərində xeyir şərlə əlaqədar olan adət ənənə şükür Allaha gələ qorunub saxlanılır. Keşlə kəndində də elədir. Belə deyək, uşaqlıqdan ən çox sevdiyimiz palatka toyları deyilən mağar, çadır, belə deyək də, o adət ənənə hələ də var. Məmnuniyyətlə də kənd iştirak edir, həmən məclislərdə sevərək iştirak edir. Belə özünün adət ənənələri var. Uşaqlığımız burada keçib, çox maraqlı idi. Yəni, o vaxtı bizim əlimizdə nə planşet, nə kompüter, nə telefon yox idi. Əlimizdən ala bilinəcək şeyi cəzalananda küçəyə çıxmağa icazə verilməmək. O da bizim üçün ən dəhşətli şeydir, çünki nə maraqlı var idisə, hamısı küçədə idi. Bakı şəhərinin tarixinə aid sənədlər kitabında qeyd olunur ki, Keşlə kəndinin sahəsi Əhmədli və Zığ kəndləri ilə birlikdə Qaraşəhər ərazisi bölgüsünə daxil idi. Dəniz sahilindən tutmuş dəmir yoluna qədər bu sahə belə adlanırdı. 30-cu illərin əvvəllərində Keşləyə şollar suyu çəkilməyə başlanır. Kənddə kiçik günbəzli 3 bulaq da elə o zaman tikilir. Əfsuslar olsun ki, kəndimizin bu bəzi tarixi abidələrini artıq illər öz hökmranlığını göstərib. Çox tarixi abidə göstərəmir, amma onlardan biri bax, həmən bu su günbəzi. Düzdür, mən heç vaxt bunun işləməyini görməmişəm. Amma yenə də kəndimiz haqqında bir nəsə göstərmək lazım olanda, məsələn, bu və bu evin üstündə olan yazılar. Əvvəllər kənddə küçə adları yox idi. Ona görə də kimin harda yaşadığı məhəllənin adı ilə bilinərdi. Umud məhəlləsi, Hacı Hüseyin, Kazımlı məhəlləsi, Məscid Həyəti məhəlləsi, İsti məhəllə, Göl qırağı məhəlləsi, Axund bağı, Qəbristanlıq üstü. Bu məhəllə adları kəndin köhnə sakinlərinin bu gün də dilindədir. Keşlədə məhəllələr olub başqa-başqa adlarla. Yəni bu dayandığımız küçənin arxa hissəsi o yəni Ümid məhəlləsi olub. Biraz o yandan olub Həmşərilər məhəlləsi deyirlər və Lahıclar məhəlləsi var o başda, cürbəcür məhəllələr və bu nəsillər ki vardı, nəsillərin adları ki vardı. Mən özüm Suvanlıyam, Suvanlıdır bizim tayfanın adı, nəslin adı və burada Əlmərdanlılar var, Kazımlılar var, Cümşidlilər var və sairə adlar vardı ki, nəsillərin adları olub və insanlar yaşayıblar. Və Keşlənin məşhur adamlarından Tofiq Tağzadəni saya bilərik ki, Keşlədə doğulub 1919-cu ildə fevralın 7-sində dünyaya gəlib və Azərbaycanın baxdığı bütün ən gözəl filmlərin demək olar ki, rejissoru odur. O cümlədən Ələsgər Məmmədov Keşlənin məşhur adamlarından biridir ki, Keşlənin demək olar ki, Sovet hökumətində ən məşhur adam olub və yeganə şəxsdir ki, Münhen müqaviləsində 1945-ci ildən 1949-cu ilə qədər o prosesdə iştirak edib və Alman dilindən rus dilinə tərcümə edib, amma o Moskvada ərəbşünazlığı qutarıb, şərqşünazlığı qutarıb və sonra böyük bir müəllim olub, akademik olub. Ondan başqa Dəyirmanlar kralı var, Ağabala Quliyev. 1886-cı ildə dünyaya gəlib və xeyriyyəçi və bilyəner olub. Öz evi də indi Murtuza Muxtarovun küçəsindədir. Səlim bəydir, Keşlədə məşhur adamlardan biri. Qızı Xalmana Əlibəyli, 2 dənə qızı olub. Xalmana Əlibəyli uşaq ədəbiyyatı yazıb. O birisi Gülruxdakı filoloqdur,
elmlər doktorudur və bunlar Keşlənin məşhur adamlarındandır. Qəbristanlıq üstü məhəlləsi adından da göründüyü kimi məzarlığa yaxın yerləşdiyi üçün belə adlanıb. Bu yerdə söz düşmüşkən Keşlə qəbristanlığından da danışaq. Keşlə qəbristanlığı köhnə qəbristanlıqdır. 71-ci ildə sağ tərəfimizdə, 94-cü ildə isə sol tərəfimizdəki məzarlıq salınmışdır. Keşlədə bir qəbristanlıq da olub. Sovet dönəmində həmin qəbristanlığı ləğv eləyiblər, yerində bələdiyyə binası tikilib. O köhnə qəbristanlıqda sərdabələr var idi. Keşlənin ağsaqqalları, alimləri, üləmaları olub. Onların sərdabələri olub. Amma Sovet dönəmi onların hamısını ləğv eləyib, dediyimiz kimi yerində bələdiyyə binası inşa ediblər. Hal-hazırda İndi bu Keşlə qəbristanlığı bura sayılır, yəni burada yerləşir. Burada da bir çox alimlər var ki, elmli insanlar var ki, müəllimlər olub, savadlı insanlar olub ki, dəfn ediblər burada. Qəbristanlığın bir hissəsi də Keşlənin Şəhidlər Xiyabanıdır. Keşlə Şəhidlər Xiyabanındayıq. 1-ci Qarabağ müharibəsi dövründə, 2-ci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsində, bəli, şəhidlərimiz oldu. Hal-hazırda onlar burada uyuyurlar. Dövlətimiz sağ olsun, onlar üçün burada yer ayırdı, kompleks yaratdı, Şəhidlər Xiyabanı. Keşlə kəndinin çoxlu şəhidləri olub. Onlar vətən uğrunda, torpaq uğrunda şəhid olmaq üçün canlarından keçdilər, vətən torpaqlarını qorumaqdan ötürü canlarından keçdilər. Hal-hazırda onlar burada uyuyurlar. Qəhrəman oğullardır. Allah onların ruhlarını şad eləsin. Hər dəfə gəlirik, buranı ziyarət edirik, şəhidlərimizi ziyarət edirik. Biz onlarla qürur duyuruq. Vətən sağ olsun. Allah bir də bizə belə günlər göstərməsin. Müharibələr göstərməsin. Əslində Keşlə və Keşləlilər haqqında danışmağa söz çoxdur. Bu kəndin nəcib əməlləri ilə yaddaşlarda qalan insanları haqqında söz açmağa ayrıca bir vaxt gərəkdir. 32-dən birinə ayrılan vaxt isə tamama yetmək üzrədir. Gələn dəfə hansı ünvanda nələrin şahidi olacağımız isə növbəti verilişin söhbətidir.